Ezelden nur alıp güdüret elinden, oğlu uzun geldi neslinden. Başına koyduğu 12 dilim, ot tuttu köz saldı hakkın sesinden. Tacı Heyderidir, gayret tacıdır, zulmün gelimidir, küfrü dağıdar. Şahdır o, sultandır o, hakkın kuludur. Türklüğün Polat kolu, Turan yoludur. Adalet kılıncı, İslam bayrağı, mezlumun penahı, Ulu Şeyh Heydər. Rüyasında gördü dilsiz bir şamam, dedi Azerbaycan gözleyir ama. Danışan bozkurttan aldım uçtuluk, dedi dirilecek o uca Turan. Kızılganlarla diçti Erdebil ehli, hak üçün merhamet, haksız azeli. Şirvan ellerinde atını çaptı, düşman yüreğine velvele saldı. Hileger kafirler kaçıp gizlendi, Dərbənd qalasına bir nere saldı. Dilsiz qayalara qızılbaş yazdı, zulümün mezarını andıyla qazdı. Şahdır o, sultandır o, hakkın koludur. Türklüğün Polat kolu, Turan yoludur. Adalet kılıncı, İslam bayrağı, mezlumun penahı, Ulu Şeyh Heydər. Bir kere ucalan bayrak bir daha enmez. Heydər'in yandırdığı bu meşal sönmez. Sultan Ali gelir, İsmail gelir, bütöv Azerbaycan'ın igidi bitmez. 1483-cü ilin mübarək Ramazan ayı, Ərdəbilin dar, daş döşənmiş küçələrində baharın ilıq nəfəsi ilə yanaşı həm də mistik bir oyanış hissi var. Şəhərin mərkəzində Şeyx Səfiyyəddin türbəsinin uca divarları önündə minlərlə insan toplanıb. Lakin bu dəfə onlar yalnız dua üçün deyil, yeni bir kimliyin doğuşuna şahidlik etmək üçün buradadılar. Şəhər sanki daxildən qaynayır. Dərvişlər küçələri gəzərək xalqın dərdini dinləyir, ağqoyunlu məmurlarının ağır vergiləri, malucaat, kopçur, çərik altında əzilən rəncbərlərə ümid verirlər. Birinci hissə: Qızılbaşlığın doğuşu, meydan mərasimi. Meydanın ortasında uca bir minbər qurulub. Şeyx Heydər başında hələ örtülü olan bir əşya ilə minbərə qalxır. Onun ətrafında Hüseyin bəy Şamlı, Dədə bəy
və Xadim bəy Xulafa kimi sadiq sərkərdələr qılıncları qınında, başları aşağı gözləyirlər. Ey Ərdəbil əhli! Ey haqq yolunun yolçuları! Biz qınımızdakı qılıncları əlimizə alıb doğru atlara minib meydana çıxarkən nə dedik? Biz öncə Türk'ük, sonra Müslüman. Biz Azərbaycan məmləkətinin ulu xanədan qoruqçularıyıq. İndiyə qədər başımızdakı çalmalar yalnız sükutun rəmziydi. Amma artıq zülmət nurun qarşısında dayana bilmir. Bu gecə mənə ulu babam Şeyx Xacə Əli yuxuda bir söz dedi. Şeyx əlindəki örtüyü qaldırır. Burada indiki Şirvanşahlar dövlətinin ərazisi, Ərdəbil hakimliyinin ərazisi və gələcək Səfəvi dövlətinin hədəf alacağı bütöv Azərbaycan xəritəsinin sxemi var. Vaxtilə ulu babam Şeyx Əli, Türkün böyük xaqanı və İslamın hamisi Əmir Teymurla bu ocaqda görüşmüşdür. O vaxtlar Əmir Teymurun böyük Turan arzusunu anlamayan cahillər ona qarşı çıxmış və nəticədə yurdumuzda neçə canlar şəhid olmuş. Azərbaycan qardaş qanının töküldüyü yurd olmuşdur. Yuxuda Şeyx babam mənə Əmir Teymurun Turan və İslam bayrağını əmanət etmiş. İndi müftəxorların, xainlərin ayaq açdığı Şirvan torpaqlarını bütün qızılbaşlara müqəddəs amal kimi vəd etmişdir. Meydanda birdən minlərlə insan eyni anda coşur və hayğırır. Bismillah, Allah, Allah, Şirvan elinə hücum haqdır. Ya Allah, ya Mühəmməd, ya Əli və sair dini milli şüarlar səslənir. Dərvişlər müridlərin gətirdiyi sandıqları açır və şeyxin başındakı kimi 12 dilimli qırmızı papaqları və Şirvan xəritəsinin nüsxələrini xalqa baylamağa başlayırlar. Bu sadəcə bir geyim dəyişikliyi, bir savaş elanı deyil, eyni zamanda bütöv bir millətin vahid bayraq altında birləşməsinin ilk böyük qığılcımıdır. İkinci hissə: Ramazan süfrəsi və gizli eşqin şəfəqləri. Şeyx Heydərin ocağının həyəti. Axşam iftar vaxtıdır. Həyətdə böyük qazanlar asılıb, fəqirlər və yoxsullar üçün geniş süfrələr açılıb. Havanı bişmiş ət və təndir çörəyinin ətri bürüyüb. Hüseyin bəy Şamlı şeyxin tapşırığı ilə şəxsən süfrələrə nəzarət eləyir, öz əli ilə acların qabına yemək çəkir. Hər kəs şeyxdən və onun savab əməllərindən çox məmnundur. Bu an həyətin digər tərəfində, qadınların yardım etdiyi küncdə şeyxin bacısı Şahsənəm xatun görünür. O zərif, lakin məğrur duruşu ilə diqqət çəkir. Hüseyin bəy bir anlıq dayanır, baxışları Şahsənəmlə toqquşur. Hüseyin bəy, qardaşım deyir ki, sən döyüş meydanında aslan, məzlumun yanında isə bir qardaşsan. Bu süfrələr sənin sayəndə bərəkətlidir. Şeyx xanım həzrətləri, mən sadəcə bu ocağın bir nökəriyəm. Əsl nur şeyximizin və onun timsalında sizin qəlbinizdən gəlir. Mənim qılıncım bu ocağı qorumaq üçün nə qədər sərtdirsə, ürəyim də bu səmimiyyət qarşısında o qədər acizdir. Ehtiyatlı ol Hüseyin bəy, qardaşım sənə ən böyük sirrini, uşaqlarını tapşırıb. Bil ki, mən də bu ocağın keşikçisiyəm. Əgər bir gün qaranlıq kölgələr sənə tərəf uzansa, ilk mən sənin yanında olacağam. Hüseyin bəy bu sözlər qarşısında həyəcanlanır və onu ani bir soyuq tər basır.
İki gənc arasında yaranan bu səssiz an bəlkə də gələcəyin ən təmiz və ən sadiq sevgi yolu Hüseyin Ləla və Şah Sənəm eşqinin təməlini qoyur. Üçüncü hissə Təbriz sarayı, zəhərli baxışlar və soyuq savaş. Təbriz, Həşt-Behişt sarayı, gecə. Sultan Yaqubun iqamətgahında hava gərgin və soyuqdur. Sarayın dəhlizlərində yalnız ipək libasların xışıltısı və gizli pışıltılar eşidilir. Səlcuq Şah bəyin öz otağında əlində gümüş bir piyalə tutub pəncərədən qaranlıq bağçaya baxır. Onun yanında sadiq xidmətçisi dayanıb. O Şirvanlı gəlin, Gövhər Sultan. Sarayı öz zəhər toruna bürüyüb. Yaqub artıq mənim yox, onun pıçıltılarını dinləyir. Eşidirəm ki, Sasan Keyxosrovdan gizli namələr alır. O bura sülh gətirməyib, o bura bizim ocağımızı söndürməyə gəlib. Ancaq o heç nəyə nail olmayacaq. Mən çox böyük səhv edib, onu bu saraya gətirdim. Yazıq qızım Selcan, onun qiymətini bilmədim. Ancaq yox, gərək onunla birləşim, bu Şirvan gəminin həddini bildirim. Mən Bayandur Aslanı, mərhum Həsən Padşahın zövcəsi Səlcuq Şahbəyiməm. Mən Ulu Ağqoyunlu dövlətin birinci xatunuyam. Bu sarayda hər kəsdən öncə mənim sözüm keçərlidir. Hər kəs öz həddini biləcək. Eyni anda sarayın digər qanadında Gövhər Sultan öz casusları ilə plan qurur. Səlcuq Şah bəgim məni zəif sanır, amma bilmir ki, mən onun hər addımını izləyirəm. Yaqubun qəlbinə elə bir məcun axıtmışam ki, o artıq Şirvandan başqa heç nə görmür. Əgər Yaqub Şeyx Heydərə qarşı qılınc qaldırmasa, bu sarayın şərbətləri hər ikisi üçün sonuncu olacaq. Bu soyuq müharibənin ortasında Səlcan xatun tənha və çarəsiz vəziyyətdədir. O, Sultan Yaqubu geri qazanmaq üçün hər gecə eyni eyvanda gözləyir, lakin sultanın gözləri artıq yalnız Gövhərin hiləkar parıltısını axtarır. Dördüncü hissə Tikanların arasındakı gül, Səlcanın fəryadı. Səlcan xatun sarayın bağçasında qızılgüllərin arasında Sultan Yaqubla qarşılaşır. Yaqub qayğılıdır, beynində Şeyx Heydərin güclənməsi haqqında gələn xəbərlər dolaşır. Sultanım, mənim sədaqətimi nə tez unutdunuz? Mən atam Süleyman bəyin qızı, sizin ən sadiq yarınızam. O Şirvan qızı sizə yalnız fəlakət gətirəcək. Selcan, dövlət eşqlə deyil, qanunla və ittifaqla idarə olunur. Gövhər bu sarayda Şirvanın möhrüdür. Sən keçmişin xatirəsisən, o isə gələcəyin zərurəti. Get öz otağında duanı et. Mənim başımda daha böyük bəlalar var. Yaqub uzaqlaşarkən Səlcanın göz yaşları Qızılgülün tikanlarına düşür. O bu an anlayır ki, Gövhəri və Səlcuq Şahı devirmədən Yaqubu geri qazana bilməyəcək. Lakin o hələ bilmir ki, Gövhərin zəhərli planları artıq hər kəsi hədəfə alıb. Final hissə Qırmızı üfüq. Bölümün sonunda Ərdəbilin uca bürclərindən birində gənc Sultan Əli uzaqlara Təbrizə doğru baxır. Onun baxışlarında sanki bütün Azərbaycanın gələcək taleyi güzlənib. Atası arxa tərəfdən ehtiyatla gəlir və oğlunun baxışlarına nəzarət eləyib, üzündə qürurlu və sevincli ifadə ilə ona yaxınlaşır. Əziz oğlum, Şeyx Sultan Əli, sən məndən sonra Səfəvi mülkünün və Azərbaycanın dayağı olacaqsan. İstəyirəm ki, nə olursa olsun, bir şeyi unutmayasan. Azərbaycan məmləkətinin
bütün vilayətlərində hal-hazırda türklər hakimiyyətdədir. Ancaq İslam qiyafəti geyinmiş bəzi qeyri-türk xainlər addımlarımızı anban izləyirlər. Əbu Musadan sonra daha kimin xain çıxacağı bəlli deyil. Amma sən ehtiyatlı olmalısan. Əgər mənə nəsə olarsa, yalnız Hüseyin Lələyə güvən. Ondan başqaları ilə ehtiyatlı ol. Sultan Əli qürurlu və dəliqanlı ruhlu baxışları ilə atasına dönür. Ata, körpəlikdən məni sənin əmrinlə Hüseyin lələ böyüdüb. Onun himayəsində sənin təlimatlarınla təhsil almış, bütün elmlərə yiyələnmiş və müqəddəs davamız uğrunda bir ər kimi yetişmişəm. Təbii ki, bundan sonra da ta son nəfəsimi verənə qədər sənin və uca soyumuzun yolundan getmək boynumun borcudur. Hər nə deyəcəksən, onu da edəcəyəm. Şeyx Heydər oğlunu qucaqlayır. Canım oğlum, uca Allah yolunu açıq eləsin. Sultan Xızır yoldaşın, Həzrət Əli sirdaşın, babamız Şeyx Səfiyyəddin qutlu soyunun davamı üçün qürur mənbəyin olsun. Tanrı səni qorusun övlad. Səni də ata, səni də. Allah səni başımızdan əksik etməz. Ata-oğul birlikdə günəşin batışını seyr eləyirlər. Qırmızı rəngli şüalar irəlidə töküləcək olan qanların xəbərçisidir sanki.